Balxaş gölü hansı iqlim qurşağında? Balxaş gölü, o da həmçinin mülayimin kəskin kontinentalında yerləşir. Balxaş şirin sulu göldür, doğru yanlış? Balxaş gölü, bir dəqiqə fikirləşim. Aral, Balxaş, xeyr, şor suludur bu. Balxaş hansı ölkənin ərazisinə düşür? Qazaxıstan, Balxaşa tökülən çay. İli çayı, Fərəd və Dəcnəs çayları hidroenerji potensialı yoxdur, doğru yanlış? yanlış. Hansı çayın üzərində bu iki çaydan seslər tikilib? Arap çayının üzərində Keban və Atatürk səsləri tikilib. Həmçinin Cənub-Qərbi Asiyanın su kranı adlandırılır. Doğrudur. Fərəd və Dəclə çaylarının mənsəbi hansı ölkədə? Mənsəbi İraqda, Bəs hara tökülür? Sən körfəzinə. Xubsuqul hansı ölkənin ərazisinə düşür? Suqul Monqolistandır. Xuanxə və Yansızı çayları arasında hansı kanal çəkilib? Böyük kanal, Avropanın ən böyük gölü? Ladoqa, Neva çayının mənbəyi və mənsəbi göldür, doğru yanlış? Neva çayının mənbəyi və mənsəbi. Neva çayı mənbəyini Ladoqa gölündən götürür, amma Fin körfəzinə tökülür. Bəs onda bu ərazidə hansı çaydır ki, mənbə mənsəb göldür? Sibir çayı. Mənbəyi? Mənbəyi Onega gölü, mənsəbi Ladoqa gölü. Doğrudur. İspaniyadan axan Aralıq dənizinə tökülən çay. Ebro, İspaniya və Portuqaliyadan axıb Atlantik okeana tökülən çay. Taxor. Ərazinin fərqi yoxdur. Yuxarı hansı iqlim qurşağında yerləşir yuxarı göl? Yuxarı mülayimin kəskin kontinentalında. Afrikanın ən dərin gölü. Tanganyika. Nil çayı Afrikadakı bütün iqlim qurşaqlarından keçir. İfadə doğru yanlış? Yəni doğrudur. Viktoriya gölü hansı okean hövzəsinə aiddir? Viktoriya gölü. Bir dəqiqə mənimlə Viktoriya gölü. Mozambik, Kenya bu ərazilərdədir. Yox, belə eləyək. Viktoriya gölündən hansı çay başlanğıcını götürür? Zambezi çayı. O da Hind okeanına töküldüyünə görə. Yox, Nilin qolu. Hansı? Aralıq Atlantik okeanına aid olacaq. Hansı qolu? Ağ Nil. Bəs onda Mavi Nil hardan başlanğıcını götürür? Efiopiya yaylasından, Tana'dan. Tana gölü. Tana gölü nə mənşəlidir? Labun mənşəli idi. O göy göldən eynidir. Yox, yox. Tana'ydı, Sarezi idi, Tacikistandakı bu göllər uçqun bənd gölləri idimi? Nə idi? Doğru ifadədir. Uçqun bənd mənşəli göllər hesab olunur. Efiopiya ərazisində yerləşir. Nəticə olaraq Viktoriya gölü oldu, Atlantik okean hövzəsinə aiddir. Oranj çayı daxili axarsu hövzəyə aiddir. Doğru yanlış? Oranj çayı. Xeyr, Atlantik okeanına tökülür. Okavanga çayı harda? Okavanga çayı da Afrikada daxili axarsu hövzənin çayıdır. Doğru. Hansı səhrada itirdi? Kalahari səhrasında. Viktoriya gölü, Tanganyika, Nyasa gölləri eyni iqlim qurşağında yerləşir. Doğru yanlış? Viktoriya, Tanganyika, Nyasa. Subekvatorialda yerləşir, hə? Doğru ifadədir ona görə də. Viktoriya, Tanganyika, Nyasa gölləri. Onu deməyək də, birinci Zambezi və Limpopo çayları. Zambezi çayı hansı iqlim qurşağında yerləşir? Subekvatoriala. O zaman Zambezi çayının bol sulu olduğu fəsil. Subekvatorialdırsa yayda bol sulu olur. Zambezi çayının bol sulu olduğu ay. Dekabr, yanvar, fevral. Doğru ifadədir. Niger çayının mənsəbi hansı iqlim qurşağındadır? Niger çayı Qvineya körfəzinə tökülürsə, onda subekvatorial yoxsa Qvineya körfəzi, ekvatoriala düşür. Bəs Niger çayının hövzəsi? Hövzəsi subekvatoriala. Niger çayının mənbəyi? Qvineya şəhəridir. Elə ki, Qvineyadan götürürdü o mənbəyini. O zaman hansı iqlim qurşağına düşür? Subekvatoriala. O ifadə düzdür. Kolumbiyanın çayları iki okean hövzəsinə aiddir. Doğru yanlış? Kolumbiyanın çayları həm Atlantik, həm Sakit okeanı. Doğru ifadədir çünki. Doğrudur. Doğrudur. Çünki iki okeana çıxışı var Kolumbiyanın. Perunun çayları iki okean hövzəsinə aiddir. Doğru yanlış? Perunun çayları. O da doğrudur. Niyə? Peru yox, bu tərəflər təkcə Sakit okeana aid olacaq onda. Peru yalnız və yalnız Sakit okeana çıxışı mövcuddur. Lakin mən deyirəm ki, Perunun çayları iki okean hövzəsinə aiddir. Türkiyə məsələ kimi. Atlantikə də aid olur, çünki həm Amazon da başlayır axı. Ona görə də o ifadə doğru hesab olunur. Həm Atlantik, həm də Sakit okeana tökülən çayları mövcuddur. Onu deyə bilərik bu ərazidə. Mississippi çayı başlanğıcını hansı göldən götürür? Itasca gölündən. San Francisco çayı hansı iqlim qurşağında yerləşir? Subekvatorial. Parana çayı hansı iqlim qurşaqlarından keçir? Subekvatorial, tropik və subtropikin yağıntıları bərabər paylananda bitir.